Salam, hər vaxtınız xeyir olsun bizim izləyicilərimiz. Demək, palçıq olduğuna görə biraz üzürü sayın aşağı düşə bilmirəm. Bu Arbatanın İrəvanlar məhəlləsi deyilən məhəllənin ağzıdır. Bu da yeni məhəlləyə keçən hissədir. Onun da böyrü su kanalıdır, bəri şor kanalı. Uzun illərdir. Yəni mən görəni bir 7 il, 10 il bundan əvvəldən burada zibilxana düzəldilib. Demək, orada da bir balaca quyu qazılmışdı. Orada tökülən zibillər də hamısı yayılırdı, bir de bürüyürdü buraları. Kanalın içərisinə tökülürdü, bu şor kanala tökülürdü. Bir abırçılıq idi. İnsanlar öz həyətindən çıxartdığı zibili gətirib tökürdülər bura. İndi mən hələ keçmiş bələdiyyənin dövründə, yəni 2 il bundan əvvəl müraciət elədim ki, bu demək zibilxana təmizlənsin də, bu biabırçılıqdır kəndin içərisində. Bu tədbir bir dəfə gəldim gördüm ki, kürüyüblər, süpürüblər, yenə basıblar hemen quyunun içine. İtlər yenə dağıdıb, aləm qarışıb burada. Bu da antisanitariyadır, ekologiyanın korlanmasıdır və bir sıra yəni burada pis vəziyyətlər yaranır. Ona görə yeni bələdiyyə seçildikdən sonra mən ona yenidən müraciət elədim. Əlsən müəllim maşın göndərdi, traktor göndərdi. Özlər gəldilər, baxdılar, ərazi mühəndisi gəldi, baxdı və burada bu zibil təmizləndi. 2 maşın buradan zibil aparıldı. Qalan da zibili qazıb qurtarmaq mümkün deyildi. Çürüdülər, bastılar, təmizlədilər ki, burada zibilxana olmaz. Çünki baxın, baba zibil deyək ki, quyu var, gör hara gedib çıxıb. O qamışın dalında orada görünür, çayın üzərində. Bunu bura tökən insanlar dərk eləməlidir ki, ona məxsus torpaq yalnız onun həyat sahəsidir. O da əgər kupçası varsa onun şəxsi torpağıdır, yəni çıxarışı. Yoxsa bu istifadədə olan hələ bələdiyyə torpağıdır. Bu insanlar bunu bilmədən bu gətirib bu zibili, bu bələdiyyə məxsus olan torpaqda, ümumi xalqa məxsus olan torpağa, dövlətə məxsus olan torpağa bu zibilin tökürlər. Mən kimi hər həyatında bir dənə boçka qoya bilər. Ya orada bir basın formasına tikə bilər. Töküb orada yığar, oradan da yığar, məsələn, belə deyək ki, kisəyə götürüb aparıb salyanda zibil qabları var. Da indi bu günləri kətdə bu komxoz bunu eləyə bilmir. Tökə bilər ora. Nəysə baxmadan bu insanlar bu hərəkət eləyirlər, bu vəziyyəti. Bunu da İlqar Fərəzov nə üçün çəkirəm? İlqar Fərəzov burada çəkiliş aparıb. Keçmiş bələdiyyənin qardaşıdırsa. İndi İlqar hörmətimiz var. Oğlu da müharibə iştirakçısıdır. Amma bura zibil tökmək heç kimə ixtiyaratlıq verilmir də, heç kimə. Çünki bu torpaq xalqa məxsusdur, ümumi cəmaata məxsusdur, kəndin cəmaatına məxsusdur, bələdiyyənin balansında olan torpaqdır. Buna görə mən pisləyirəm bu məsələni, pisləyirəm. Ümumiyyətlə bura yığışdırılmalıdır, doldurulmalıdır. Bura zibil atan insanlar cərimə olunmalıdır. Mən başa düşə bilmirəm. Ekologiyanın 4-də 5-də işçisi var. Gəlib niyə baxmırlar bura? Niyə 5-10 dəqiqə dayanıb gözləmirlər ki? Güdmürlər ki, bura zibil atan insanlar kimlərdir? Hamısı qalır elə bələdiyyənin üstündə, ərazi nümayəndəsinin üstündə. Dəfələrlə mən Kürün ekologiya nazirinə yazmışam, bala Kürü gəlib yoxlayıblar o zibilliyi. Nəticə nə oldu? Şimalaladılar, çıxdı getdi oyuna. Heç bir tədbir də görülmədi. Bu insanlar eləməməlidir, bunu insanlar. Bu bələdiyyə mən biləni, adam Allahla danışar da, bir vicdanım var, o görə danışıram. Mənim heç nə qovumum, nə tanışımdır. Heç ondan da keçsə işim yoxdur, heç burada evlatlarım da yaşamır. Bu bələdiyyə 2 dəfə mən hələ gördüyüm buradan zibil daşıtdırıb. Hələ bəlkə də bir dəfə də əlavə. Neçə yerdə kollektor qazdırıram. Xahiş edirəm, dərhal da o tədbiri görürlər. Ərazi nümayəndəsi olsun, cavan oğlandır, mülayim oğlandır, gedirsən hörmətlə qarşılayır. Reaksiya verirlər də, dərhal reaksiya verirlər. Onların elə böyük vəsaiti yoxdur axı. Ki bu vergilər uzun illər yığılıb qalıb, heç o da cəmaat ödəmir. Düz ağlı başda ödəmir. Bu nədən danışırıq, nə tələb edirik, heç özümüz də bilmirik. Bir-birimizdə olan qərəz, nifrət hardan yaranıb belə? Ona görə mən deyirəm ki, belə qalanda 10 il elə bu dövrdən bəri yoxlansın, görürsün bələdiyyə nə iş görüb burada.
zibil barəsində nə tədbir görüb və digər məsələlər barəsində nə tədbir görüb? Hörmətlə Həsənov Kamal, yəni bu məsələyə mən müraciət edəcəm bələdiyyəyə, qoy tədbir görsünlər. Bu günlərdə ayın 6-sında səhv eləmirəmsə, demək, aprel ayının 2026-cı il tarixdir. Arbatan kəndinin bax bu kanaldan bəri olan yeni məhəlləyə dönən hissəsidir. Bir daha hörmətlə Həsənov Kamal.